Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 36-nı izah edəcəm. Quraqlıq necə baş verir? İş vərəqi 1. Quraqlığın həyat üçün təhlükələri nələrdir? Səhifə 50 və 51. Birinci tapşırıq. Verilmiş sözlərdən istifadə edərək mətni tamamlayın. Quraqlıqlar ən çox əkinçilik üçün təhlükəlidir. Bitkilər üçün kifayət qədər su olmadığı üçün məhsul məhv olur. Eyni zamanda quraqlıqların bir çox səbəbləri mövcuddur. Əsas səbəblərdən biri meşələrin qırılmasıdır. Burada qısaca qırılmasıdır yazıram. Ağaclar olmadıqda yerdəki su daha sürətlə buxarlanır. Həddən artıq suvarma da quraqlıq səbəblərindən biridir. İnsanlar suyu məsuliyyətsiz şəkildə istifadə etdikdə səthi suları quruyur. Su hövzələrinin yenidən bərpa olması üçün kifayət qədər vaxt qalmadığından görə quraqlıq baş verir. Tapşırıq 2. Azərbaycan xəritələrinə əsasən sualları cavablandırın. Azərbaycanın temperatur və yağıntı xəritələrini müqayisə edin. Gələcəkdə quraqlıq riskinin olduğu əraziləri necə müəyyən edə bilərik? Deməli yazırıq. Temperaturun çox olduğu və yağıntının az olduğu yerlərdə quraqlıq riski var. Bu ərazilər temperatur xəritəsində narıncı, yağıntı xəritəsində açıq mavi rəngdə göstərilib. Müəyyən edilən ərazilərdə əhali quraqlığın hansı fəsadlarına məruz qala bilər? Su qıtlığı, su çatışmazlığına görə kənd təsərrüfatı məhsulları az olur. Bu da aclıq riskinə səbəb olur. Su qıtlığı, su çatışmazlığına görə kənd təsərrüfatı məhsulları az olur. Bu da aclıq riskinə səbəb olur. Fermerlərin suvarma üçün su ehtiyacları necə təmin edilə bilər? Fermerlərin suvarma üçün su ehtiyacları necə təmin edilə bilər? Su anbarları tikilsə əgər, onda onların su ehtiyacları təmin edilir. Səhifə 51 iş vərəqi 2. Təbii fəlakətləri tanıyırsınızmı? Tapşırıq 1. Şəkillərdə təsvir edilən təbii fəlakətlərin adlarını yazın və sualları cavablandırın. Birinci şəkilə baxırıq. Birinci şəkildə zəlzələ hadisəsi təsvir olunub. Zəlzələ. İkinci şəkildə A şəklində zəlzələ, B şəklindən baxırıq. B şəklində
sel hadisəsi təsvir olunub. C şəklində vulkan püskürməsi. D şəklində quraqlıq. Y şəklində isə tsunami hadisəsi təsvir olunmuşdur. Verilən şəkillərdən 2 təbii fəlakəti seçin. Seçdiyiniz təbii fəlakətlərin təsirlərini necə azalda bilərik? Hər kəs öz istədiyi təbii fəlakəti yaza bilər. Mən zəlzələ ilə və seli yazıram. Deməli, zəlzələyə davamlı olan evlər və binalar inşa etmək, selin təsirini azaltmaq üçün düzgün kanalizasiya sistemi qurulmalıdır. Və çayların qarşısına bənd tikmək lazımdır. Yəni qarşısını kəsmək. Təbii fəlakətlərdən sonra insanlara necə kömək edə bilərik? Yardım göndərmək. Könüllü olaraq zərər çəkmiş insanlara kömək etmək. Zərər çəkmiş insanlara kömək etmək. Qana ehtiyacı olanlara qan vermək. Sosial mediada paylaşım edib insanları yardım etməyə təşviq etmək. Tsunami və sel hadisəsini bir-birindən necə fərqləndirmək olar? Tsunami adətən zəlzələ, vulkan püskürməsi və ya tsunami adətən zəlzələ, vulkan püskürməsi zamanı və ya okean dibində baş verir. Sel çoxlu yağış, qarın əriməsi və ya çayların daşması nəticəsində meydana gəlir.
Deməli, sunami adətən zəlzələ, vulkan püskürməsi zamanı və ya okean dibində baş verir. Sel isə çoxlu yağış, qar əriməsi və ya çayların daşması nəticəsində meydana gəlir. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.